Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Aparıcı Xoşqədəm Hidayət qızı xalq artisti Zeynəb Xanlarova ilə bir araya gəlib. Xəbər verilir ki, videoda Zeynəb Xanlarova Qalmaz belə qalmaz dünya mahnısını oxuyub. Teleaparıcı görüntüləri sosial media hesabının hekayə bölməsində paylaşıb. Gəncədə piyadanı avtomobil vurub. Xəbər verilir ki, Asia şəhərin Heydər Əliyev prospekti ərazisində qeydə alınıb. 1989-cu il təvəllüdlü şəxs yolu qarşı tərəfə keçmək istəyən zaman onu avtomobil vurub. Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Allah şəfa versin.